Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Değerli Müslümanlar, artıq fitrə zəkatı barəsində mövzulara başlayırıq. Bu o deməkdir ki, artıq Ramazan sonlanır. Ona görə də əlimizdə qalmış bu son həftəni və yaxud da ki, bu son günləri ciddi şəkildə Ramazanı yaşayaq, dəyərli müsəlmanlar. Hələ bilmək olmaz, gələn illəri bu Ramazanda hansılarımız yaşayacaq, hansımız Rəbbimizə qovuşmuş olacaq. Ona görə də gəlin elə dəyərləndirək ki, bəlkə də son Ramazanımızı yaşayırıq. Bu, sənin axirətinin tam dəyişilməsinə böyük səbəb ola bilər. İnan ki, ey Allahın qulu, inan. Çünki sənin bu mübarək gecələrdə, Qədir gecələrində keçirtdiyin elə bir an ola bilər ki, o sənin bütün axirətini dəyişə bilər. Ona görə də bunu çox yaxşı dəyərləndirək. Bəli, dəyərli müsəlmanlar, artıq fitrə zəkatı yetişmişdir. Məlumdur ki, iki zəkat vardır. Var zənginlərin illik zəkatı, bir də vardır bütün müsəlmanlara vacib olan Ramazanda fitrə zəkatı. Bəli, dəyərli insanlar, bunu hər bir şəxs çıxartsın. Heç kəs bu məsələdə xəsislik etməsin. Əvvələn, bu çox cüz'ü bir vergidir. Amma böyük bir təmizlənmədir. Böyük bir təmizlənmə. Çünki İmam Abu Davudun etdiyi rəvayətdə İbn Abbas radiyallahu anhu buyurur ki, Allahın Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdu. Farada Resulullah sallallahu aleyhi ve sellem zekatel fitri tuhraten lissaimi minel lagvi ve rafeth ve tu'meten lil mesakin. Men addaha qabla salat فهي زكاة مقبولة ومن أداها بعد الصلاة فهي صدقة من الصدقات. رواه أبو داود. Bəli, İbn Abbas radiyallahu anhu buyurur ki, Allahın Resulü sallallahu aleyhi ve sellem fərz etmişdi. Fərz yəni vacib etmişdi fitrə zəkatını. Çünki bu, oruç tutanların təmizlənməsidir və oruclu ikən buraxdığı xətaların təmizlənməsidir. Yanlış söz və yanlış hərəkətlərin təmizlənməsidir. Yəni, fitrə zəkatı sənin tutduğun orucun tamam, kamil şəkildə Rəbbinin huzuruna çıxmasıdır. Nə nöqsanları varsa, bu fitrə zəkatı ilə düzəlir. Bax, bu sənin aspektindən. Amma kiməsə verirsənsə, bu onlar üçün qidadır. Tu'mətən lil məsakin, yəni yoxsulların qidasıdır. Və sonra Allahın Resulü deyir, kim bunu, yəni fitrə zəkatını bayram namazından qabaq verərsə, fitrə zəkatıdır. Kim bayram namazından sonra verərsə, o artıq sədaqədir. Yəni, sədaqə də bir vergidir, amma fitrə kimi deyil. Fitrə olduqca möhtəşəm bir vergidir. Ona görə, dəyərli müsəlmanlar, hər bir müsəlmana vacibdir ki, fitrə zəkatını çıxartsın. Hər bir müsəlman, hər bir şəxsə vacibdir. Burada durum dəyişə bilir ailədə. Tutaq ki, bir ailədə 5 nəfər vardır. Ailə başçısı, ata ya da ana çıxartdısa bunu,
daha bütün övladlar çıxartmalı deyil. Kimin adından çıxıbsa, onun üzərindən qalxıb. Bəli, ağlı başında olan, iş qabiliyyəti olan və ailə başçısı olan hər kəs bunu etməlidir, dəyərli müsəlmanlar. Əvvələn bu nədən çıxır? Fitrə zəkatı yalnız düyü, taxıl, xurma, quru üzüm, yəni kişmiş, dənli bitkilərə aiddir. Paxla, lobya, qarabaşaq, mərci, mərcimək, yəni dənli nə bitki vardırsa və taxıl məhsulları, arpa, buğda, çovdar, yəni nə vardırsa dənli bitkilər və xurma, kişmiş kimilər, qaysı, yəni bütün bunlardan fitrə zəkatı çıxır. Yalnız bunlardan. Yəni bir yoxsula adı çəkilənlərdən yalnız verilə bilər. Fitrə zəkatında quru çay kimi, yağ kimi, ət kimi məhsul vermək yoxdur. Yəni bu o demək deyildir, bayramda yoxsula ət vermək olmaz. Ət verə bilərsən, o sədəqədir, könüllüdür, ayrı məsələdir. Onu pula qata bilməzsən. Çıxartdığın puldan, fitrə pulundan yalnız adı çəkilən məhsulları ala bilərsən. Ət, yağ, qənd, bu cür şeylər almaq olmaz. İndi deyim ki, biri düşünə bilər ki, niyə insan ət hara, buğda hara və yaxud da ki, bir nəfərə paxla, lobya verməkdənsə ət daha yaxşıdır, bu sənin düşüncəndir. Allah sənə bu yolu qoymayıb. Allah Subhanahu taala bizə qadağan etməyib ki, yoxsula ət vermə. Fitrədən söhbət gedir. Fitrə günü sən yalnız yoxsula bunları verə bilərsən. Ət vermək istəyirsən, başqa vaxtı ver. Və yaxud da ki, həmən günü də ver, amma öz hesabından ver. Allahın sənə əmr etdiyi hesabdan yalnız Allah deyənləri etmək olar. Ona görə dəyərli insanlar, ayıq olun. Bəzi insanlar nəfsinə uyaraq fitrə zəkatını zay edir. Ha, sən zay edirsən ha fitrə zəkatını. Bilginən, itirmirsən, amma sədəqəyə çönür. Elə bilginən ki, dağ boyda qiyməti var idi, sən onu kiçiltdin. Sadə bir vergi kimi etdin. Sədəqəni il boyu verə bilərsən. Amma Ramazanın son günündə fitrə zəkatını isə adı çəkilən məhsullardan çıxart. Un ver. Çünki un da taxıl məhsuludur da, yəni buğdadan, arpadan alınır. Un verə bilərsən. Çovdar verə bilərsən. Düyü ver, kişmiş ver, qaysı ver. Dənli bitkilərdən al, qoy onun evində, yəni bunlar uzun müddətli qalır da, bir il qala bilir. Amma ət isə o qədər qalmır, yağ o qədər qalmır. Bunlar bir il qala bilən məhsullardır. Bəli, hökmən bu məhsullardan biri yoxsulun qapısına getməlidir. Ölçüsü nə qədərdir? Bir nəfər üçün 3 kiloqramdır. 3 kiloqram. 3 kiloqram nə? Ən yoxsul adam taxıldan hesablayır. Çünki ən ucuz taxıldır. Yəni arpa ən ucuzudur. 80 qəpik, 70 qəpik və 1 manat civarında dövr edir. Deməli, bir nəfər minimum 3 kilo taxılın pulunu çıxardar. Yəni 3 manat. Bir nəfər üçün 3 manat çıxar. Bu ən aşağı ölçümdür. Misal üçün, ərəb ölkələrində xurma ilə hesablayırlar, kişmişlə hesablayırlar. Əgər kişmişlə, xurma ilə hesablanılsa, o zaman, misal üçün, ortalama götürsək və yaxud da düyü ilə hesablayırlar. Düyünün kilosu 3 manatdır. Hə, deməli, bir nəfər üçün 3 kilo düyü hesablasa 9 manat eləyir. Hə, bax, vəziyyət dəyişdi. İndi xurma ilə də var. Misal üçün, xurma vardır, kilosu 20-25 manatadır.
ərəblər zənginləri belə çıxardırlar. Onlar xurma ilə çıxardırlar. Çünki hər kəs durumuna görə yardım edir. Burada ən ucuzu hesablayım, vəziyyətdən çıxım demək deyil. Ona görə dəyərli müsəlmanlar, bunu hər kəs bu zövqü yaşasın deyə Allah Subhanahu taala bu bitkiləri bizim qabağımıza qoyub. Hər kəs bu zövqü yaşasın. Bəlkə biri yoxsuldur. Niyə o geridə qalsın ki, zəngin qardaşından? Zəngin qardaşı bu qədər böyük mükafatı qazansın, o qazana bilməsin. Bəli, qoy zəngin çıxartsın kişmişdən, xurmadan, yüksək qiymətdə çıxartsın. Yoxsul qardaş bacılarımız çıxartsın arpadan. Arpanın kilosu 80 qəpikdir. Yeri gəlmiş ki, 2 manat 50 qəpik də çıxarda bilər. Kasıbdır. Əgər onun yaşadığı yerdə lap ucuz varsa, bu özü çox kasıbdırsa, heç cür gücü çatmırsa, lap az da çıxarda bilər. Amma çıxart, ey Allahın qulu, xəsislik etmə. Bu, sənin ailəvin təmizlənməsidir. Evinin təmizlənməsidir. Bütün sənin üçün faydadır. Çıxart. Deməli, dəyərli müsəlmanlar, bir nəfər üçün 3 kiloqram adı çəkilən məhsullardan çıxacaq. Belə deyək, minimum 3 manatdan, maksimum isə daha nə qədər istəsə qaldıra bilər. O, onun öz büdcəsidir, özü bilər. Yəni, bir nəfər üçün 3. Yəni, sənin evində bir kişi, bir qadın, 2-3 övladları var. Yəni, toplamda 5 nəfərdirlər. 5 nəfərdirlərsə, ən minimumunu deyirəm, indi hər kəs öz hesabı ilə aparar. Tutaq ki, bir nəfərə 3 azeyin düşürsə, 3 manat düşürsə, 5 nəfər olsa, bir evdən 15 manat çıxacaq. 5 nəfər üçün 3 manatdan 15 manat eləyər. İndi ondan sonra sayı özümüz düzəldəcəyik. Əgər bir ailədə atanın övladı ayrı evdə yaşayır. Oğlunu evləndirib, oğlu ayrı evdə yaşayır. Onun da öz ailəsi vardır. Ata burada öz ailəsi üçün çıxardır, oğul orada öz ailəsi üçün çıxardır. Birdəm ata oğlu üçün də və onun övladları üçün də çıxardırsa, o zaman həmən ailədən də hökm qalxmışdır. Çünki onun hesabı çıxıb. İndi birdən o özü də çıxartsa, misal üçün düşünür ki, atam mənim üçün çıxardır, hələ mən özüm də çıxardıram. Nə gözəl, nə gözəl. Amma ki, etməsə zərəri yoxdur. Çünki onun hesabı verilmişdir. Bu pul nə vaxtı çıxır? Bu pulun çıxmasının son vaxtı, yəni daha doğrusu bunun yoxsula çatmasının son vaxtı bayram namazıdır. Dəyərli insanlar, bayram namazı, bayaqları da hədisdə oxuduq. Allahın Resulü sallallahu aleyhi və səlləm deyir ki, kim bayram namazına çatmasa artıq fitrə zəkatı deyil. O oldu sədaqə. Yəni belə etməyək. Diqqətli olaq, o böyük mükafatı əldən verib özümüzü, zəhmətimizi zayi etməyək. Deməli, yoxsulun qapısına ən son bayram namazından qabaq verilir. Bayram namazı da Ramazanın ən son günü qılınır, səhər çağı, günəş doğan kimi. O vaxtı hansı yoxsulun qapısına gedib vermək olar? Ona görə də elm əhli bunda icma ediblər ki, 2 gün qabaqdan vermək olar. Çünki səhabələr deyir ki, biz Allahın Resulünün dönəmində bir gün ya 2 gün qabaq gedib verərdik. Ona görə də Ramazanın 28-i hər kəs bunu yoxsullara paylamağa başlasın. 28-i, 29-u, 30-u olar. 28-indən başlayır, niyə? Çünki ola bilsin ki, Ramazan 29 olsun. Ona görə də birdən 3 gün olsa zərəri yoxdur. Yəni 28-i versə 3 gün edir. 28, 29, 30 gündə 3 edir. Onun da zərəri yoxdur. Ona görə elm adamları deyiblər ki, 2-3 gün qabaq olar. Amma ondan çox olmaz. 4 gün, 5 gün qabaq olmaz. Çünki birdən yoxsul onu yeyər, qurtarar, yenə də bayramda yeməksiz qalar. Çünki böyüklər də deyib, acın qurşağında
çörək qalmaz. Yoxsuldur da, yəni ola bilsin ki, ehtiyacı oldu, yedi. Ona görə ən yaxşı bayram üçün vermək lazımdır. Bu, hər kəs üçün çıxır. Bu uşaqdır, bu xəstədir, buna aid deyil, belə şey yoxdur. Yəni, valideyndirsə, övladları üçün çıxardır. Allah qorusun, Allah subhanət hala göstərməsin heç bir müsəlmana. Tutaq ki, birinin övladı vardır, səfehdir, ağlı başında deyil. Bu, o demək deyildir, onun üçün çıxmır. Onun üçün də çıxır. Hər kəs üçün çıxır. Kişi, qadın, uşaq, körpə. Hətta hamilə qadının bətnindəki uşaqsında. Bunu etmək müstəhəbbidir, vacib deyil. Vacibdir dünyada olanlara. Yəni, uşaq doğuldusa ona vacibdir. Amma ana bətnindədirsə, onun üçün çıxartmaq müstəhəbbidir. Bunu ilk edən Osman radiyallahu anhu olmuşdur. Ki, o, hamilə qadının hamilə olduğu uşaqsında çıxartmışdı bunu və o da ümmət arasında yayılmışdı. Və ona görə də müstəhəbbidir ki, hamilə qadının bətnindəki uşaq da, əgər ruh bədəninə giribsə, yəni 120 günü keçibsə, onun üçün də çıxartmaq müstəhəbbidir. Dəyərli müsəlmanlar, burada diqqətinizə çatdıracağım bir mövzu da vardır ki, bu günləri bu dünyada məşhurdur. Əksər müsəlmanlar belə edirlər. Halbuki o olmaz. O da nədir? Yoxsula pul vermək. Yəni, fitrənin pulunu vermək. Fitrənin pulunu yoxsula vermək fitrədən sayılmır. O da oldu sədəqə, düşdü aşağı. Dağ idi, oldu bir ovuc bir şey. Niyə? Çünki Allahın Resulü sallallahu aleyhi və səlləmin zamanında pul var idi. Dirhəm var idi, dinar var idi, real var idi. Allahın Resulü niyə pul vermədi? Niyə ancaq deyirdi ki, bitkilərdən, dənli bitkilər, aparın, verin yoxsul bacı qardaşlarınıza. Deməli, yoxsula ancaq adı çəkilən məhsullardan verilə bilər. Yoxsula pul verilə bilməz. Pulu ola bilər bir nəfər çıxartsın. Misal üçün, o yoxsula özü verməyəcək, etibar elədiyi bir insana verir ki, sən bilirsən kimlər var, sən ver. Həmən adama pul verərsən, daha onun evinə düyü göndərməzsən. Ona pul verirsən ki, sən bazarlıq et, get ver yoxsula. Bu cür pul çıxartmaq olar. Bu cür pulu çıxarda bilərsən. Tutaq ki, Avropada yaşayır, Avropada kimə versin bunu? Ölkəsinə pulu göndərir, kiminsə hesabına, o da hesabından çıxardır, gedir, bazarlıq edir, yoxsula bazarlıq verir. Yəni, bu cürə pul çıxartmaq olar. Amma yoxsula pul vermək, bu fitrə zəkatı deyil, fitrə zay olur. Bu məsələdə diqqətli olun. Özü də bu məsələdə cümhur elm adamlarının rəyidir. İttifaq ediblər. Bütün elm adamları. Amma nədənsə dünyada yaman bu yayılır. Bunun bir tərəfi də yanlışa tərəf gedir. Çünki çoxuna pul sərf edir. Fırıldaq hiləgərlərə. Bəlkə də sizdən pulu yığırlar, bəlkə də o pulu yeyirlər. Nə bilirsən ki? Ona görə də dəyərli insanlar, heç kəs mənə nə deməsin. Bir yerdə hesab açıblar, o hesaba göndərdim. Elə etməyin, ey Allahın qulları. Belə şey etməyin. Sosial şəbəkələrdə gördüyünüz hesablara zəkatınızı göndərməyin. Zəkatı əlinlə ver, əlinlə. Yaşa o zövqü. O insanın gözündəki o sevinci yaşa. Get özün ver. Birdən sənə mümkün deyilsə, yaşadığın yerə görə, durumuna görə mümkün deyilsə, o zaman etibar etdiyin bir insana göndər. Sosial şəbəkələrdəki hesaba göndərməyin. Afrikada pul paylayırlar, yalandan hesablar açırlar, 5-6 dənə də zəncinin şəklini qoyublar ora, gör ki, bunları aparırlar, verirlər, 1-2 video çəkiliş də eləyirlər, gör ki, həqiqətən də bu işləri görürlər. Etibar etməyin, bəlkə də həqiqətən də hamısı edir. Yenə də etibar etdiyiniz adamla iş görün. Yəni, o adama bu pulu göndər ki, o heç vaxt səni aldatmaz. O heç vaxt dünyaya aldanıb o pula barmağını toxundurmaz. Bax, belə adamlarla bu işi görün. Çünki sənin işin düz görülməsə, batil oldu. Sənin qiyamət günü payın yoxdur bu məsələdə. Çünki
Zay insanla iş görmüsən. Özün eləməliydin. Eləməmisən, tam etibarlı birisinə verməlisən. Necə ki, ailən üçün bir şey göndərəndə, necə etibarlı adama verərsən? Hər kəsə verərsən o şeyi, yox. Deyərsən ki, ailəmin əmanətidir, qoy ona çatsın. Tam etibar etdiyinə verirsən. Bu da belə. Belə dəyərli müsəlmanlar, aləmlərin Rabbinə həmd olsun ki, artıq biz fitrədən söhbət edirik, artıq Ramazanın sonu yaxınlaşır. Bu Ramazan bitir sevinci deyil, bu o sevincdir ki, elhamdülillah, Allah bizə bunu qismət etdi və biz bunu yaşadıq, bu günə qədər ən azından yaşamışıq. Bu onun sevincidir. Amma Ramazan elə bir mübarək aydır ki, onun əldən getməsi əslində özünə görə də müəyyən kədəri vardır. Çünki sözün əsli mənasında Ramazan qədər mübarək bir ay yoxdur. Çünki biz bir ay Ramazanı rahat tuta bilirik. Amma kimdə 3 gün, 2 gün Ramazandan qəza qalırsa, müəyyən səbəbə görə, qadınlarda adəti halına görə, kişilərdə ola bilsin ki, ciddi bir hal yaşadı ona görə, o 3 gün, 2 günü bir ilin içində bəziləri güclə tutur. Çünki heç bir gün Ramazan kimi ola bilməz. Ramazan mübarəkdir. İnsan Ramazanda istisinə, soyuğuna baxmır. Gözəl şəkildə bunu davam etdirir. Amma Ramazan çıxdıqdan sonra bunu icra etmək insana dağ kimi gəlir. Səbəbi də Ramazanın mübarək olmasıdır. Dəyərli müsəlmanlar, Allah Subhanahu taala bizi müvəffəq etsin. Fitrəni də gözəl şəkildə çıxarda bilək. Hər biriniz fitrə çıxardın. Allah qorusun, inanıram ki, dinləyicilərimizdən o durumda olanı yoxdur. Amma yenə də biz bir xalqıq, ola bilər ki, içimizdə eləsi vardır ki, o yoxsuldur. Misal üçün deyirəm, əlində cəmi 3 manat pulu var. Yəni bir nəfərin pulunu çıxarda bilir. Amma onun evində 5 nəfər var, 4 nəfər var. Allah Subhanahu taala o ailəyə bərəkət versin. Əgər belə durumda olsa, elə bir nəfərin payını çıxartsan, bütün ailədən çıxmış sayıla bilər. Yəni bu şəxsi rəydir. Yəni bu barədə əlimdə dəlil, sübut yoxdur. Amma yəni bu mənada deyilir ki, yəni sənin çarən yoxdur. Yoxudur. Amma o da bunu yaşamaq istəyir. Hə, sən inan gələn ki, bunu bu şəkildə çıxartsan, bu da sənin üçün onu çıxartmışdan sayılır. Çünki Allah Subhanahu taala heç kəsin bacarmadığı yükü ona yükləməz deyə Qurani Kərimdə buyurmuşdu. Bu da sənin bacardığındır. Amma bəzi yanlış adətlər vardır, ha, dəyərli müsəlmanlar, uzaq durun ondan. Keçmişdə edərdilər. İnsanlar fitrəni bir-birinin əlinə verirdilər. Yəni evdə, ailədə, ailənin böyüyü fitrəni çıxardır, verirdi ondan övladına, o övlad verirdi o birisinə. Yəni fitrəni sanki mənim dərdim, bəlamdır, məndən çıxır. Bax, bunu axırıncı adam əlindən çıxardır, qoyardı evin bir tərəfinə, sabah bir yoxsul da gələndə, özləri də o pula əl vurmazdılar ki, sanki o pul bütün ailənin dərdi, bəlasıdır, bütün viruslar o pulun üstündədir. Yəni, onu yoxsula verəndə də belə deyər, get götür oradadır. Yəni, ona əl vurmağa belə cürət etmir. Yəni, o qədər bu pul haqqında yanlış fikir, obraz yaranıb. Ona görə də bu şəkildə deyil, dəyərli müsəlman. Yəni, bir insana yardım edəndə onu sevə-sevə ona verərlər. Ən sevdiyin bir şeydən verərlər. Və onu ona verərkən elə bir durum yaratmaq lazımdır ki, onu alan utanmasın, sevinci ilə səndən alsın. Və kimə də verilirsə alsın, mənə düşmür deyib özünü bu məsələdən kənara çəkməsin. Ola bilsin ki, sənin ehtiyacın yoxdur. Amma sənə veriləni al, get sən ver başqasına. Amma bunda heç kəsin qəlbini qırmaq olmaz. Bu Allahın nemətidir, sənin qapına gəlmişdir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.